Salam, hər vaxtınız xeyir. 25 yanvar OTK-nın buraxılış sınaq imtahanına baxaq. Deyir sırasında moda və medianın həndəsi ortasını tapmaq lazımdır. Uşaqlar özləri onsuz da ədədləri kiçikdən böyüyə düzüblər. Biz demişdik ki, moda ən çox təkrarlanan ədəd deməkdir. Ən çox təkrarlanan ədəd 9-dur. Median isə ədədləri kiçikdən böyüyə düzürdük. Median. Kiçikdən böyüyə düzürdük, ortadakını götürürdük. Baxın, buradan bura qədər 3 dənə ədəd var. Burada da 3 dənə ədəd var. Sən demə, mənim medianım 4 eləyəcək. Elə deyil. Median və modasının deyir, həndəsi ortasını tapmaq lazım idi. Həndəsi ortada nə idi? 2 dənə ədəd var idisə, ikinci dərəcədən kökün altında 9 vurulsun 4 yazırdım. 36-dan da nəticə 6 çıxırdı. Deyir, ABCD paralleloqramının təpə nöqtələrinin koordinatlarını vermişəm sənə. A nöqtəsinin koordinatlarını uşaqlar 2 -2 verib. B nöqtəsinin koordinatlarını sənə -4-dən 6 verib. C nöqtəsinin koordinatlarını -1-dən 3 verib. D nöqtəsinin koordinatlarını isə A və B vermişəm. Mən hardan gedərəm? Uşaqlar, biz bilirik ki, paralleloqramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, bura bir dənə O nöqtəsi yazaram və N yazaram. O nöqtəsi də mərkəz nöqtəsi olduğuna görə A və C koordinatlarının yarısına bərabər olacaq. Yəni, M-i tapmaq üçün mən A-nın birinci koordinatı ilə C-nin birinci koordinatını toplayıb bölərəm 2-yə. Bu eləyəcək 2-1. Çünki mənfi olduğuna görə çıxdım. N-i tapmaq üçün ikinci koordinatla ikinci koordinatı toplayıb bölərəm 2-yə. Bu da 2-1 eləyəcək. Deməli, O nöqtəsinin koordinatları 2-1-dən 2-1-dir. Axı, bu O nöqtəsi uşaqlar BD-də orta nöqtəsidir. Ona görə mən yaza bilərəm ki, B-nin birinci koordinatı ilə D-nin birinci koordinatını toplayıb 2-yə bölsəm, O-nun birinci koordinatını alaram. Onda buradan alınır ki, A-mız 5-ə bərabərdir. Tapdım A-nı. Digər tərəfdən uşaqlar, B-nin ikinci koordinatı ilə 6 ilə digərinin ikinci koordinatını toplayıb 2-yə bölsəm, yenə bunun ikinci koordinatını alaram. 2-1. Buradan da B-miz alınacaq ki, -5. A plus B cəmini istəyir bizdən. 5 plus -5 gənclər. 5 plus da -5 neçə eləyəcək? 0. Ümid edirəm bu sualı düzgün yazmısınız. Gəlirəm 33 nömrəli suala. ABC üçbucağında BD-ni tən bölən verib. Deyir, DY paraleldir AB-yə. Mən də bunu görən kimi sizə demişdim ki, ağlımıza nə gəlsin? Oxşarlıq gəlsin, oxşarlıqdan istifadə oluna bilər. Və paralel düz xəttlər arasında uşaqlar daxili çarpazlar bərabərdir. Alfanı köçürtdüm bura. Alfa elədi. Və BY-ni bizə 3 veribsə, alfalar bərabər olduğuna görə burada bir dənə bərabər yanlış üçbucaq var. Burada 3 eləyəcək. YS-ni də 6 verib. AB tərəfinin uzunluğunu soruşur. Heç nə. Sadə bir məsələdir. Görsənir ki, 4,5-dir. Çünki bir tərəf digərindən 2 dəfə, daha doğrusu 1,5 dəfə böyükdür. Bax, Y, D, S üçbucağı ilə uşaqlar. Üçbucaq ABC bir-birinə oxşardır. Niyə müəllimə? Çünki bu bir tərəfli bucaqlar hər ikisində eynidir. Fikir verin, burada 2 alfadırsa, burada 2 alfa eləyəcək. Eyni olduğuna görə yazaram kiçik üçbucağın oturacağının böyüyünün oturacağına nisbəti, kiçik üçbucağın yan tərəfinin böyüyünün yan tərəfi 3 + 6 9-a nisbəti. Onda belə çıxır ki, müəllimə, AB-miz bərabər eləyəcək uşaqlar. Mən nə isə səhv yazdım. 3-ün AB-yə nisbəti, 6-nın 9-a nisbəti. Düz yazmışam da. 9-u 3-ə vuraram. 27 bölünsün 6. AB də bərabər eləyəcək. 3-ə ixtisar getsə 9 bölünsün 2. O da 4,5. Variant A variantı yəni. Gəlirəm növbəti səhifəyə. Görək bizi nə gözləyir. 34 nömrəli sualda nə deyilir? Deyir, bu tənliyi həll eləmək lazımdır. Dərəcəni aşağı salma ilə gedə bilərəm uşaqlar. 2 vurulsun. Sinus kvadratı alfanın açılışı nə idi? 1 çıxılsın kosinus 2 alfa bölünsün 2 idir. Elə deyil. Gətirib yerinə yazıram. 1 çıxılsın kosinus 2 alfa. Alfamız x bölü 2-dir. 2-yə vursam x eləyər. Bölü 2 bərabərdir 1. 2-lər gedər. 2-lər getdikdən sonra 1 çıxılsın kosinus x bərabərdir 1 qalar. Buradan da kosinus x bərabərdir 0 eləyər. Uşaqlar, kosinus x bərabərdir 0 tənliyinin həlli hardadır? Pi bölünsün x bərabərdir pi bölünsün 2, üstə gəlinsin pi k ilə təyin olunacaq. Pi bölü 2 üstə gəl pi k. Variant A variantı. 2 pi k yox ha, buna da fikir verin. Bu dövrləri yaxşı bilmək lazımdır ki, Y variantının səhvini eləməyək. ABC düzbucaqlı üçbucağında ACB-ni uşaqlar 90 dərəcə verib, bucaq B-ni 40 dərəcə verib. Onda bura 50 dərəcə olmalıdır ki, iti bucaqların cəmi 90 dərəcə eləsin. Bu SM-imiz mediandır. Uşaqlar, bu mediandırsa hipotenuzu yarıya bölür və median hipotenuz 2x-dırsa bunun yarısına bərabərdir. Demək istədiyim, burada bir dənə x-lar bərabərdirsə bir-birinə, bərabər yanlış bucaq var. Yəni, burada 40 dərəcədir. Bura 40-dırsa 90-dan 40 çıxıb, bura 50 yazaram. 50 üstə gəl 50, 100, 180-dən 100-ə çıxıb, buranı 80 yazaram. Nə bilim, buranı yazaram 100 dərəcə. Hər şeyi tapdım. A, M, C-ni istəyir. 80 dərəcəni istəyir bizdən. Cavab C variantı.
Bu nədir uşaqlar? 36-da hə. Hansı qrafik bu funksiyasının qrafiki ola bilər? Bu qrafikə baxırıq ki, bu artan funksiyadır. Hardan bildim? Çünki bax y bərabərdir a üstü x funksiyasında demişdik ki, a 1-dən böyük olanda funksiya artan olur, amma a-mız 0 ilə 1-in arasında olanda isə funksiyamız azalan funksiya olur uşaqlar. Çünki bizdən 1 tam neçəsə çıxar, üzərinə 1 gəlsəm 2 tam neçəsə üstündə x eləyər. Və bu koordinat başlanğıcından təbii ki, keçməməlidir və artan funksiyadır. Artan funksiya üçün uşaqlar fikir verin, x-in hər bir qiymətində mənim y-ın qiyməti artar. X-in hər bir qiymətində y-ın qiyməti artar. X-in hər qiymətində y-ın qiyməti artar. Ona görə cavab B variantı. 37 nömrəli suala. Bu kökün altındakı ifadəni görürəm. Hələ ki elədiyim suallardan fikir versəz, hamısı istifadə olunan sadə suallardır. Yəni çətin dəyişik bir sual tipi görməmişəm. Bura qədər səhv eləmisinizsə, mənim o qədər keçdiyim əlavələrim onda o deməkdir ki, heyf. Vallahi heyf. Mən bildim ki, bu x minus 2-nin kvadratının açılışıdır. Yerdə qalıb x kvadratı çıx x çıx 1. Kvadratla kök gedib, biz demişdik ki, ədəd hər zaman modulda çıxır cüt dərəcədən gedəndə. Yazacağım kökün altında x kvadratı çıx x çıx 1. Bax, x 1-dən kiçikdir. 1-dən kiçik 0,5 götürsəm, 0,5-dən 2 çıxsam bu mənfi eləyir. Mənfidirsə yerini dəyişib çıxardıram 2 minus x kimi kökün altında. Onda müəllimə belə bir şey alınacaq. X kvadratı uşaqlar, mənfi x, mənfi x, mənfi 2x, üstə gəlinsin mənfi 1-in üstünə 2 gəlsən 1. Bu da müəllimə x minus 1-in kvadratının açılışıdır. Yenə kvadratdan kök gedib ədəd modulda çıxacaq gənclər. Modulda. Və x 1-dən kiçiksə bu mənfi eləyəcək. Mənfidirsə yerini dəyişib çıxardar. Variant A variantı 1 minus x. Əkobda ən böyüyünü götürürəm. Burada 2-nin kvadratıdır, burada 2-dir. Deməli, ən böyüyü 2-nin kvadratını götürərəm. Burada 3-dür, burada 3-ün kvadratıdır. Ən böyüyü 3-ün kvadratını götürərəm. 5 də yoxdur, ondan görə 5-in kvadratını götürəcəyəm hər ikisində. Verilən ədədləri bir-birinə vurmaq lazımdır. 2-nin kvadratı 4-dür, 3-ün kvadratı 9-dur. Bu da 25-dir, 100. Bu da 9-a vursam 9 eləyər. Yenə deyəndə cavab C variantı. Gələk buna. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmi. Uşaqlar, mən bərabərsizliyim belə verilib. Bu bərabərsizliyi də sizə öyrətmişdim ki, ayrı-ayrılıqda məxrəci və surəti sıfıra çevirən qiymətləri tapırıq. Bura 9-dur, bura müsbət 3-dür. Amma 3-ü almayacaq uşaqlar. Ədəd oxu qeyd eləyəndə mən qeyd edirəm ki, 3-ü almır, amma 9-u alır, qaralayıram. İntervala bölsəm, 5 versəm, 9-dan 5 müsbət, 5-dən 3 çıxsam müsbət eləyər. Bura müsbətdir, bura mənfidir. Onda burada mənfi eləyəcək. Bizə müsbət lazımdır. Ona görə 3-ü almayacaq, amma 9-u alacaq uşaqlar. Tam ədədlərin cəmindən danışır. Eləyəcək 4, 5, 6, 7, 8 və 9-un özü. Bu 9, bu 13, bu da 17, 30, 39 eləyəcək. Hesablama səhvi ümid edirəm eləməmişik. Yaxşı, gəlirəm 40 nömrəli suala, trapesiya sualı. AB-ni 5 verib hər şeydə üzərində yazıb AD oturacağından danışır. Uşaqlar, təpədən bir dənə hündürlük çəksəm, bura 45 dərəcədirsə, burada 45 dərəcədir. Yəni, demək istəyirəm ki, 45-45, bax, geniş yazım, yaxşı, bir dəfəlik yazmıram. Bu düzbucaqlı üçbucaqda katetlərim x idisə, mənim hipotenuzum x kökdəkidir. Yəni, 4 kökdəki x kökdəkidirsə, sən demə müəllimə x-imiz 4-dür, bax, bu hündürlüyümüz 4-dür. Mən o hündürlüyü buradan çəksəm, burada 4 eləyər. Axı, paralel düz xəttlər arasında qalan məsafələr eynidir. 5-in kvadratından 4-ün kvadratını çıxarım, 3-ü bura yazaram. Bu 3-ü köçürdərəm bura. Yəni, x-imizdə 4 tapmışdıq. Yəni, mənim AD oturacağım 3 üstə gəl, 3 üstə gəl 4 eləyər. Bu da nəticədə cavab 10 eləyəcək. 41 nömrəli sual, bir nəfəsə yazılası suallar salıblar. Bir nəfəsə yazılası. X kvadratını mötərizə xaricinə çıxartsam, x üstə gəl y eləyər. Mənfini mötərizə xaricinə çıxartsam, x üstə gəl y eləyər. Buradan x-i çıxartsam, x kvadratı minus 1 qalar. X üstə gəl y-i mötərizə xaricinə çıxardaram. X kvadratı minus 1 qalar. Bölünsün, x vurulsun, x kvadratı minus 1. Bundan bu gedər. X plus y bölünsün, x qalacaq. D variantı. Gəlirəm bu. Kvadrat tənliyin köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tapmaq lazımdır. Uşaqlar, kvadrat tənliyin köklərindən birini m deyirsə, gətirib bu x-in yerinə m qoya bilərəm. Yazaram m kvadratı, çıxılsın. M üstə gəlinsin 1, vurulsun m, üstə gəl 5, bərabərdir 0. Bu da eləyər m kvadratı, çıx m kvadratı, çıx m, üstə gəlinsin 5, bərabərdir 0-a. Mənfi m-imiz mənfi 5-dir, m-imiz 5 eləyər. Gətirib yerinə qoysam, x kvadratı üstə gəl, m-in yerinə 5 qoysam, 5 üstə gəl 1, 6x, burada minusdur qarşısında. Üstə gəlinsin 5, bərabərdir 0-a. Tənliyin kökləri hansı ədədlərdir? Tənliyin kökləri uşaqlar 1 və 5-dir. Hasil 5, cəmi isə 6 eləyən. Kiçik kökündən danışır, nəticədə cavab 1. Belə də yaza bilərəm, belə də yaza bilərəm. Viyyətə görə tənliyin köklərinin cəmi əlavə.
Ha, belə bir şey yazım. Tənliyin köklərinin cəmi əks işarə ilə m+1-dir. Onda belə çıxır ki, tənliyin bir kökü m-dirsə, bura m qoyaram. Onda buradan x2-ni tapanda m-lər gedəcək uşaqlar, 1 qalacaq yerə x2-miz. Buradan da yaza bilərsiniz. Göylə olan fərq yoxdur. Gəlirəm 43 nömrəli suala. 43-ü necə analiz eləyərəm? 1 bölünsün, bunu yazaram 9-dakı şəklində. Üstə gəlinsin, 1 bölünsün yazaram 9-da 5 şəklində. Bu da 9-da 7-dir. Qoy, yaxşı bir dəfəlik yazmayayım. 9-da 7-yə bölərəm. 1 9-da 2-yə bölsəm 2-də 9 qalar. Üstə gəlinsin, 5-də 9 qalar. Vurulsun uşaqlar, 9 qalxacaq surətlə 7 düşəcək aşağı. Məxrəcləri 2-yə və 5-ə bölünən ədəd 10-dur. 10-u 2-yə bölərəm 5, 5 dəfə 9, 45. 10-u 5-ə bölərəm 2, 18. Vurulsun 7-də 9. Maşallah, maşallah. 45-in üstünə 18 gələ bilərsiniz mənim üçün uşaqlar. 18 gəlsəm neçə də addelini vursam da olar da bunu. 45-in üstünə 18 gəlsəm eləyəcək 3, 63. Böl 10, vur 9 bölünsün 7. Bunu buna bölsəm 9 eləyər. 9-u 9-a vurub 81 bölərəm ona nəticədə. Deməli, gəlirəm 44 nömrəli suala. Tangens 60 dərəcənin ədədi qiyməti uşaqlar kökdə 3 idi. Onda misalı mən belə yaza bilərəm. Kökdə 3 bölünsün sinusu 20. Çıxırsın 1 bölünsün kosinüsü 20 bərabərdir. Ortaq məxrəc yazaram, sinus 20 vurulsun kosinüsü 20. Surətdə çarpaz kökdə 3 kosinüsü 20 çıxılsın sinus 20. Bax, çətin sual deyil uşaqlar. Məndə əlavə bucaq təyin etmə var idi. Əmsalların kvadratlarını mötərizə xaricinə çıxardırdım. Kökdə 3-ün kvadratı üstə gəl 1-in kvadratına. Yəni 2-ni çıxartsam, burada qalar kökdə 3 bölü 2 kosinus 20. Çıx 1 bölünsün 2 sinus 20. Gələk oradan yazmazdım. Bu da sinus 20 vur kosinus 20'dir. Baxın, yuxarıda belə bir şey yazdım. 2 vurulsun kökdə 3 bölü 2 kosinus 20. Çıx 2'də 1 sinus 20. Bax, belə bir şey yazdım. Mən bunu düstur halına gətirməliyəm. Kosinus 20 yazmışamsa sinus kökdə 3 bölü 2'ni 60 dərəcədə alacaq. Bunu da yazacağım kosinus 60 dərəcə. Misal belə olacaq. 2 dənə sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Sinus 60'dan 20 çıxsam 40 dərəcənin açılışı olar. Bölünsün. Düstur olması üçün bura 2, burada 2 yazaram. Ona görə bir dənə də 2 olacaq. Bunun bu hissəsi də sinus 2 alfanın 20'ni 2'yə vursam 40 dərəcə eləyəcək. Sinus 40'lar ixtisar gedəcək. Nəticədə cavab qalacaq 4. Əlavə bucaq təyin etmədən biz nə qədər danışmışıq? 45 çoxluğunun 2 elementli alt çoxluğu. Çoxluğunun alt çoxluqlarının sayı desəydi 1, 2, 3, 4, 5, 6, 2 üstü 6 yazardım. 64. Bu alt çoxluq sayıdır. Amma 2 elementlidirsə kombinizon 6-dan 2 yazacaqdıq. Düzdürmü? Bunu mən son dərsdə neçə dəfə demişəm. 2 elementli alt çoxluqlarının sayı 3 elementli alt çoxluqlarının sayının neçə faizidir? 3 elementli alt çoxluqlarının sayı 6-dan 3'dür. Vurulsun 100 faizə. 6 faktorial, 6'dan 2 çıxaram 4 faktorial, vurulsun 2 faktorial. 6 faktorial, 6'dan 3 çıxıb 3 faktorial yazaram, bir dənə də 3 faktorial, vurulsun 100. 6 faktorialım gedər. Uşaqlar, bu qalxacaq surətə. 3 faktorialı 3, 2, 1, 3, 2, 1 yazaram. 4 faktorialı 4 vurulsun 3 faktorial, bir dənə də 2. 3 faktorial bundan bu gedər, bundan da bu gedər. Qalacaq 4'də 3 vurulsun 100. Bu da eləyəcək neçə? 75%. Bəli. Cavab eləyəcək 75%. Ümid edirəm bunu səhv eləyən şagirdimiz yoxdur. Dört bucaqlının xaricinə çevrə çəkilibsə, deməli qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Yəni bucaq D bərabər eləyəcək. Buradan gözüm bunu görür. 180 çıxılsın 85. 180-dən də 85 çıxana neçə eləyir? 95, bəli. Bura elə 95 dərəcə və yaxud bucaq A-mız bərabərdir. 180-dən uşaqlar 65 dərəcəni çıxaram. Onu da yazaram ki, 115 dərəcədir. A minus D-ni soruşur. Yəni 115 dərəcə çıxılsın 95 dərəcə. Sadə sual idi. Cavab neçə? 20 dərəcə. 47-ni necə analiz edərəm? Loqaritm kökün altındakini 2 üstü 2'də 1 yazaram. X. Loqaritm 2 əsasından x. Üstə gəl 2 dənə loqaritm 4'ü yazaram 2'nin kvadratı x 32. Bu 2'də 1 qarşıya tərsi kimi gəlir. Yəni 2 dənə loqaritm 2'dən x. Üstə gəl loqaritm 2'dən x. Bu 2'də 1 qarşıya tərsi kimi gəlirdi. 2'də 1 kimi gələr. Loqaritm 2'dən x 32'dir. Bundan bu gedər. 2 dənənin üstünə 1 dənə, 3 dənə. Bu da 1 dənə gəlsəm 4 dənə loqaritm 2'dən x 32'dir. 32'ni 4'ə bölsəm loqaritm 2'dən x-in əgər mürəkkəb ədəd almamışamsa 8 eləyəcək. 2 üstü 8'imiz də uşaqlar neçə eləyəcək? X də bərabərdir 2 üstü 8, 128 vur 2, 256. Tərəflərinin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün ştrixlənmiş hissənin sahəsi 23'dür. Ştrixlənmiş hissənin sahəsi 23'dürsə, o böyük kvadratın sahəsindən bu balaca kvadratın sahəsinə çıxıb. Düzdürmü? Onda bura bir dənə x qoysam, bura x qoyaram. Bu balaca yerə də y.
Böyüyünün sahəsi, uşaqlar, hər ikisini bir-birinə vuraram. Fikir verin, yan tərəfimiz x üstəgəl y eləyər. Burada x üstəgəl y-dir. Yəni x üstəgəl y-in kvadratından, bax, s ştrix yazaq bura, ştrix. Çıxaram uşaqlar, bu x-ların, bax, bunun kvadratının sahəsini, x-in kvadratını. Bərabərdə bunda 23 verib. Kvadratlar fərqi düsturu kimi x üstəgəl y çıx x. Bir dəfə də x üstəgəl y üstəgəl x-i 23 verib. X-lar gedər, y vurulsun 2x üstəgəlinsin y-mızı 23 verib bizə. Bizə də deyir ki, tam ədəddə. Bu tam ədəddirsə, yalnız 23 vurulsun 1 23 eləyər. Yəni demək istədiyim, buradan y-ın bərabərdir 1 eləyər, 2x üstəgəl y-ın da 23 eləyər. Məlum məsələdə kiçiyi 1 eləyər, böyüyü 23 eləyər. Y-a 1 qoysam, 23-dən 1 çıxaram 22, 2-yə bölsəm neçə eləyir 22-nin uşaqlar? 11. MNKD kvadratının perimetri. Tərəfi neçədir kvadratın? 11. Perimetrindən danışırsa 4-dən 11 olacaq. Nəticədə cavab eləyəcək 44. Sonra deyir, bayram üçün hazırlanmış hədiyyə qutularının 5-dəki hissəsini hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapmaq lazımdır. Mən bilmirəm, hər gün 40 qutu eləyiblər, amma bilmirəm neçə gün işləyiblərsə olar. Onda uşaqlar yazaram 5-dəki hissəsini x günə bitirəcək və ümumilikdə 40 dənə qutu lazımdır bizə. Və qalan hissəsi isə hər gün 50 qutu ilə hazırlanır. Qalan hissəsi deyirsə 5-dəkisi işlənibsə, qalan nə qalıb? 5-də 3 hissəsi qalıb da bu yazığın. Yenə bilmirəm neçə gün işləyiblərsə, amma 50 günə 50 qutu paylanmaqla ümumilikdə mənim qutularım 44 günə bitib. Bu tənliyi həll etmək lazımdır. Necə həll eləyib bu tənliyi? Bu 5 düşər bura, bu da 5 düşər uşaqlar bura. Onda yazaram 2x bölünsün 200, üstəgəlinsin 3x bölünsün 250, bərabərdir 44-ə. Hər tərəfə vuraram, neçəyə vurum? 500-ə. Hər tərəfə 500-ə vura bilmərəm axı. 2-yə və 250-yə bölünən ədəd elə 500 eləyir deyəsən. 500 bölünməyəcək axı. 2-yə və 250-yə bölünən ədəd. 25-i 2-yə vuranda 50 eləyir, 5000 eləyir, hə? 5000-i. 5000-i böləcəyəm 200-ə. Neçə eləyir 5000-i 200-ə böləndə? 25 2-yə vursam 50x. 5000-i 250-yə bölərəm. O da neçə eləyir? 20, hə? 20-ni də 3-ə vursam 60x. Bərabərdir 44-ə. 60-ın üstünə 50 gələrəm. 11, 0. Hesablamama nə oldu mənim? Bu da 44 vurulsun 5000 eləyər. 1, 2, 3. 44-ü 11-ə bölərəm 4. Bu 0-la bu 0 gedər. X-imiz də bərabərdir. 4-ü 5-ə vuraram 20. Bu da 2-dən 0. Düz yazdımsa uşaqlar cavab. Əgər hesablama səhv eləməmişəmsə, bizim cavabımız 2000-dir. Amma hesablama səhv eləməmişəmsə təbii ki. Gəlirəm 50 nömrəli suala. ABCD rombunda, okey, bu rombdur. AM BM bərabərdir. Bura x-dır, bura x-dır. Onda rombun tərəfi müəllimə 2x-dır. Onda burada 2x-dır müəllimə. AN-i 2 verib sənə. Balaca yeri 2 veribmiş uşaqlar. ND-ni də 6 veribmiş. Hanı ND? Hə, buranı da 6 veribmiş. Onda rombun tərəfi 8 imiş. Yəni 2x-im 8-dirsə, x-im təbii ki 4-dür. Bax, belə bir şey yazım da. Bura 4 yazım. Burada 8 yazıram. Sənə deyir ki, SN parçasının uzunluğunu tapmaq lazımdır. SN parçasının da uzunluğunu hardan tapa bilərəm? Bucaq da verilməyib həm bizə. Burada perpendikulyarlıq bucaq verilib. Perpendikulyar bucaq verilib. Tərəfləri də bir-birlərinə bərabər verib. Bu tərəflə o biri tərəf bir-birinə bərabərdir. Başqa gözüm nə görə bilər? X-im da 4-dür. Hə, gördü gözüm. Baxın uşaqlar. X-i 4 almışıq. Bir düzbucaqlı üçbucaqda katet hipotenuzun yarısıdırsa, deməli bura 30 dərəcədir. Onda bura A bucağı 60 eləyər. Onda burada 120 dərəcə eləyəcək. Mən bu üçbucağa kosinuslar teoremini tətbiq edə bilərəm. Kosinuslar teoreminə görə bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. 4-ün kvadratı üstəgəl 8-in kvadratı çıx. 2 vur, 4 vur, 8 vurulsun. Kosinus 120 dərəcə. O da eləyər 16. 64, 2 vur, 4 vur, 8 vur, 90 üstəgəlinsin 30 kimi yazsam, kosinus 90-da sinusa çevirilənəcək, yəni mənfi sinus 30 deməkdir, 2 mənfi də müsbət eləyər, o da 2-də 1. 2-lər gedər, 16-nın üstünə 64 gəlsəm, 80 eləyər, 80-in üzərinə də 32 gələrəm. 80-in üzərinə 32 gələn neçə eləyir? 2, 112. Əgər bunda da hesablama səhv eləməmişiksə, cavabımız eləyəcək 112. Sonra gəlirəm bərabərsizliklər sisteminin yeganə həlli olarsa uşaqlar. Bərabərsizliklər sisteminin yeganə həlli olmaq o deməkdir ki, bu tipdə tənliklərdə sizə necə öyrətmişdim. Biz çalışmalıyıq ki, hər ikisində tərəflərimiz, işarələrimiz eyni olsun. İşarələrin də eyni olması üçün uşaqlar bizə fikir verin, birini böyük verib, birini kiçik verib.
Mən nə edirəm? Burada MC-nin kvadratıdır. Burada MC bərabərdir kökün altında 112. Ta bunu da çıxartmıram. 2-yə bölsəm alınır, bəlkə də alınmır. Hə, da burada onu kökdən çıxartmadım. 51-ə baxaq. Deməli 2x üstə gəlinsin 3 böyük bərabərdir m yazaram. Bunu da hər tərəfini mənfiyə vursam, yazaram mənfi 2x üstə gəl 4 böyük bərabərdir mənfi n. Və bunları tərəf-tərəfə toplayaram. Tərəf-tərəfə toplasam, diqqətli olun nə demək istəyirəmsə. Belə bir şey alınır. Bunlar sıfıra gedər. 3-ün üstünə 4 gələrəm, 7 eləyər. Böyük bərabərdir m minus n-dən. Yəni m minus n tənliklər sisteminin yeganə həlli olarsa, m minus n 7-dən kiçikdir. 7-dən kiçik danışırsa, heç nə, cavab 7 eləyəcəkdir. Bir dənə 7-nin özünə də bərabərdir. Cavab 7. Maraqlı sual idi. Deyək ki. 52. Deyir, ABC bərabər tərəfli üçbucaqdır. AB tərəfinin D nöqtəsindən toxunub, buna BY-ni 4 verib, YC-ni 5 verib. Deməli, bu üçbucağın tərəfi 9-dur uşaqlar. Burada bir dənə gözün bunu gördük ki, toxunanın kvadratı bərabərdir. BD-nin kvadratı bərabərdir. Çöldə qalan hissə vurulsun bütün parça 9-a. Yəni BD-miz 36, bəli 6 eləyər. BD-miz 6-dırsa, bərabər tərəfli üçbucaqda tərəf 9-dur. 9-dan 6 çıxıb 3 yazaram. Müsadə məsələymiş ki. Sonra gəlirəm 53 nömrəli suala. 53-də nə deyilir? Funksiyasının qrafikini absis oxunu A və B nöqtələrində kəsir. Bu absis oxunu kəsirsə, bunun x1-dir, bu da x2-dir. Ordinat oxunu da C nöqtəsində kəsir. Absisi kəsirsə y-ə 0 verəcəyik, ordinatı kəsirəcəksə x-a 0 verərik. Deyir, bu x nöqtəsi bundan keçir, hə? Və absislərin cəmini tapın. X-a 2 versəm, 2-nin kvadratı üstə gəl, A üstə gəl 1 vur 2, üstə gəl A minus 4, y 0 olmalıdır. 4 üstə gəlinsin, 2A üstə gəl 2, üstə gəl A minus 4 bərabərdir 0. 4-lər gedər. 3A bərabərdir mənfi 2 eləyər. A-mız da bərabərdir maşallah mənfi 3-dəkiyə. Bizim qrafikimiz belə bir şey alınır. Ya da mən səhv hesablamışam, bir dənə də baxım. X-in yerinə 2 qoysam, 2-nin kvadratı çıx A, burada plus yazmışam. Çıx uşaqlar, çıx 2A, çıx 2 olar. Onda 4-lər yenə gedir, düzdürmü? Mənfi A bərabərdir 2, A-mız mənfi 2 eləyirmiş. Bəli, şükür ki, A-nı yaxşı ədəd aldıq. A-mız mənfi 2 eləyir uşaqlar. Gətirib yerinə qoyuram. Fx funksiyası. X kvadratı A-nın yerinə mənfi 2 qoysam, mənfi 2-nin üstünə 1, mənfi 1, qarşıdakı mənfi ilə müsbət 1. A-nın yerinə mənfi 2 qoysam, minus 6. Bu mənim qrafikim eləyəcək, funksiyam eləyəcək. Bu da tənliyin kökləri mənfi 3 və 2-dir. Vuruqlarına ayrılışı uşaqlar bunun. X üstə gəlinsin 3, vurulsun x minus 2 eləyər. Absisləri cəmi. Biri mənfi 3-dür uşaqlar absisi. Bax, funksiya x oxunu hansı nöqtədə kəsir? Deyir ki, absis oxunu A və B nöqtələrində kəsir. Onda A nöqtəmin koordinatları mənfi 3 ilə 0-dır. B nöqtəmin koordinatları bunu 0-a çevirən qiymət 2 ilə 0-dır. Amma C nöqtəsi y oxunu kəsirsə, x-a 0 verərəm. Burada x-a 0 verirsəm, uşaqlar, y-imiz mənfi 6-dır. Yəni, biri də 0 mənfi 6 eləyər. B və C nöqtələrinin absisləri cəmini tapın. B və C, biri 2-dir, biri də 0-dır. Absisləri cəmi eləyəcək 2. Hamısını yazdım mən sizin üçün. 54. AB vektorundan danışırsam, biz demişdik ki, B-dən A-nı çıxacaq. 2-dən mənfi 1-i çıxaram, 3 yazaram. 3 minus 4-də mənfi 1 yazaram. Bu AB. AC o deməkdir ki, C-dən A-nı çıxarıq. 5 minus mənfi 1, 6, mənfi 6 çıx 4. Bu da mənfi 10 eləyər. Skaler hasilə o deməkdir ki, uşaqlar, 3 6-ya vuraram 18, mənfi 1-i mənfi 10-a vuraram. Bu da eləyər neçə? 28. Bəli. Bütün hədləri müsbət olan ədədi silsilənin 3 ardıcıl həddi. Ədədi silsilədə ortadakı hədd bərabər idi, uşaqlar. Digər ikisini toplayıb böləcəkdim 2-yə. Yəni, x kvadratı minus 1 bərabərdir 4x üstə gəlinsin 4 bölü 2-yə. X kvadratı minus 1, 2x üstə gəl 2-dir. Hər tərəfi 2-yə böldüm. X kvadratı minus 2x, mənfi 1-dən 2 çıxaram, mənfi 3 eləyər. Tənliyin kökləri mənfi 1 və 3-dür. Düzdürmü? Hasil mənfi 3, bəli. Mən də mənfi 1-i götürməyəcəm, x-im 3-dür. Onda birincisi 3-dür, bax, gətirib yerinə qoyuram. İkinci, 3-ün kvadratı 9, 9-dan 2 çıxsam 8 eləyər, 1 çıxsam. 3 qoysam, 9 üstə gəlinsin 4, 13 eləyər. Yəni, 5 vahid artacaq. Yəni, silsilə fərqim eləyəcək 5. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.